Hamıya salam, kanalıma xoş gəldiniz. Mən Nəzrin. Keçən dəfə abituriyentlərə məsləhət videom çox izləndi və çox rəy gəldi ki, ətraflı belə bir video çəkin. Mən də ona görə istədim ki, bu videoda bu haqqda danışaq. Əgər məndən çəkməyimi istədiyiniz hər hansısa bir video varsa, aşağıda rəy bölməsində yazmağı unutmayın. Bundan əlavə olaraq məni Instagram hesabımdan və eləcə də TikTok hesabımdan da takib eləsəniz sevinərəm. Bundan sonraki video, yəni belə oturaqlı video, vlogdan əlavə, yəqin ki, universitet həyatı ilə bağlı bir video olacaq. Bütün imtahanları verəndən sonra universitetə necə hazırlaşmalısınız falan filan, bu tipli bir video olacaqdı. Keçən videoda da bunu bildirmişdim ki, buraxılış imtahanından sonra pis yazmışsınızsa belə motivasiyadan düşməyin. Yəni qabaqda 400 ballıq bir imtahan var və o 400 ballıq imtahanın sizin üçün necə keçəcəyini bilmirsiniz. Ona görə də çalışın ki, ona çox yaxşı hazırlaşın. İlk olaraq başlamaq istəyirəm. Birinci sualımız nə idi? Hər gün neçə saat dərs oxumaq daha effektivdir? Yüksək bal yığmış hər bir şəxsin deyəcəyi bir şeydir ki, bu əsas çox dərs oxumaq deyil. Az dərs oxuyub ona fokuslanıb oxumaqdır. Məsələn, sizin ola bilər ki, siz 5 saat dərs oxumusunuz, amma mən 2 saat dərs oxumuşam, amma mən sizdən daha yaxşı cavab verirəm. Bunun səbəbi mənim həmin o 2 saatı full fokus dərsimə verməyimdir. Nə telefona baxmıram, nə bilim televizor, yəni bu kimi də, yəni digər vərdişlərdən uzaq qalmışam. Full fokus 2 saat dərsə vermişəm. Amma 5 saat dərs oxuyan, çünki 5 saat dərs oxumaq demək olar ki, çox çətin bir şeydir. Gərək sizin çox yaxşı disiplininiz olsun ki, siz həqiqətən 5 saat kəsintisiz dərs oxuyasınız. Dərs oxuya bilmirsinizsə, bir çox texnikalar var. Bunu araşdırıb tapa bilərsiniz. Mən sizə birini deyim ki, Pomodoro texnikası var. Bunu bilməyənlər bu şəkildə etsin. Məsələn, 30 dəqiqə dərsinizi oxudunuz, 5 saat istirahət eləyin. Nə bilim, gedin su için, biraz gəzin, biraz nəfəs alın, havaya çıxın. Bu şəkildə, 5 dəqiqəni o şəkildə dəyərləndirin. Ya da ki, 1 saat dərs oxuyun, 15 dəqiqə istirahət edin. Yəni, bu şəkildə istirahət verə-verə dərs oxumaq lazımdır əslində. Yəni, mən də 2 saatın hamısını full fokus dərsimdə idisə, məsələn, mən 30 dəqiqə oxuyurdum, 5 dəqiqə su içirdim, biraz nəfəs alırdım, amma telefona əsla baxmırdım. Çünki bilirdim ki, telefona baxsam həqiqətən də mənim fikrim çox yayılacaq, mən girəcəm, reels scroll eləyəcəm, ona görə də biraz problem yaranacaqdır. Onu da bildirim ki, mən telefondan istifadə eləyirdim imtahan dövründə. Hətta buraxılış imtahanına qədər düzün desəm, Instagram və TikToku silmişdim. Sadəcə YouTube və WhatsApp-a baxırdım. YouTube'da bu kimi videolara baxırdım, necə balımı artıra bilərəm. WhatsApp-da da ki, müəllimlər PDF atırdı, test atırdı, onlara baxırdım. Onun üçün rahat olurdu. Amma buraxılış imtahanını verəndən sonra mən Instagram və TikTok işlətmişəm. Yəni, mənə çox təsiri olmurdu. İradəniz çox güclü olmalıdır ki, siz həqiqətən də effektli bir şəkildə dərsinizi oxuya biləsiniz. Fikrinizin heç nəyə yayındırmağına icazə verməyəsiniz. Bundan əlavə ikinci sualımız plan qurmaqdır. Mən universitet illərimdə də, hətta abituriyent illərimdə də, məktəb illərimdə də hər zaman plan qura-qura dərs oxumuşam. 11-ci sinifdə əsasən və hətta o dəftərim hələ də durur, amma bilmirəm hardadır. Mən həqiqətən də plan qururdum. Yazırdım ki, bu tapşırıqları işləyəcəm və hal-hazırda gündəlik həyatımda da çalışıram ki, əgər həmən günə çox işim varsa, onları plan şəklində yazdım ki, yadımdan çıxmasın. Çünki siz artıq plan şəklində yazanda sizin nəyisə eləmək yadınızdan çıxmır. Ona görə də mən deyərdim ki, bir gün qabaqdan siz digər gün eləyəcəyiniz dərslərin planını hazırlayın və o şəkildə dərslərinizi oxuyun. Planla hazırlaşmaq sizə daha çox kömək olacaq. Mövzuların ardıcıl oxunması məsələsi. Mövzuları ardıcıl oxumalısınız tarixdən. Çünki tarixi demək olar ki, Azərbaycan tarixində bütün dərslər bir-biri ilə əlaqəlidir. Tarixdə, ümumi tarixdə bir-biri ilə əlaqəli olmasa da, çünki biraz qarışıqdır o dövr, amma yenə də yəni müəyyən qədər əlaqələr var. Çalışın ki, dərsləri ardıcıl oxuyun, çünki bir çox dərs, əsasən də 3-cü qruplarda, bir çox dərs bir-biri ilə əlaqəlidir. Bu tarixdən söhbət gedir, ədəbiyyatda getməyə bilər, amma ədəbiyyatda da asandan çətinə doğru getdiyi üçün ardıcıl şəkildə oxusa sizə daha çox kömək olacaq. Bundan əlavə mən onu bildirmək istəyirdim ki, mən məktəb dövründə, abituriyent dövründə bizə müəllimlər məktəb kitablarından dərsləri keçirdilər. Yəni əlavə mən kitab istifadə eləmirdim. Sadəcə tarixdən bilirik ki, Anarsayev istifadə eləyirdim. 9-10-cu sinifə qədər mən heç Anarsayevdə istifadə eləməmişəm. Məktəb kitablarından istifadə edib oradan oxumuşam dərsi. Çünki məktəb kitablarında biraz dil daha asandır. Çünki sizin
sinifinizə uyğun yazırlar deyə kitabı biraz sizə daha öyrənmək asan gəlir. Amma analiz sahibdə bəzən qəliz cümlələr olur. Analiz sahibində oxusu yaxşıdır ki, planlı şəkildədir və harda nə var, rəngli-rənglidir, adamın yaddaşında qalır, adam oxumaq istəyi yaranır. Amma əgər tarixi belə deyim ki, həqiqətən də analiz sahibdən oxumaq sizə çox çətin gəlirsə, məktəb kitablarından oxusa sizə daha çox fayda verəcəkdir. Daha sonra zəif olduğunuz fənnə daha çox vaxt ayırmalısınızmı? Mən burada qatılıram. Çünki zəif olduğunuz bir fənni gücləndirmək üçün biraz vaxt lazımdır. İmtahanda bunu deyə bilərəm ki, ən güclü olduğunuzdan ən zəif olduğunuza doğru hərəkət eləsəz, bu sizə daha çox vaxt qazandıracaq. Çünki siz artıq əminsiniz bildiyinizdən, ona görə də bildiyinizi yazmalısınız və bilmədiyiniz sualın üstündə də qays çox durmayın. Həqiqətən də o sizə çox vaxt itkisi yaradacaq. Mən məsələn həmin mövzu tutalım deyirəm ki, tarixdən bir mövzu olsun. Məsələn, Ağqoyunlu mövzusu. İmtahanda yadımdan çıxıbdı. Onu keçdim, digər sualları yazdım. Axırda qayıtdım. Axırda müəyyən qədər vaxt qalır insana. Ona görə də yəni fikirləşib yazmaq olur. Buna görə də rahat olacaq sizin üçün o şəkildə. Daha sonra digər sualımız, mənə belə bir sual verilmişdi ki, siz bir mövzunu neçə dəfə təkrar edirdiniz, necə oxuyurdunuz? Mənim ən böyük məsləhətim dərsi oxumaqda necə olardı? Mən necə oxuyurdum? İlk vaxtlarda tarixi və yaxud da ki, digər dərslərdə olsun. İlk olaraq başdan ayağa oxuyurdum. Daha sonra isə hissə-hissə oxuyub özümə danışırdım. Və daha sonra sonda da bir dəfə oxuyub o şəkildə artıq nöqtəni vururdum. Yəni bitirirdim o dərsi ki, bu dərsi bildim. Gördüm ki, hardasa ilişmişəm, haransa yaxşı bilmirəm. Onda konspekt çıxardırdım. Yazırdım ki, bu ildə olub və yaxud da ki, bu əsərdə bu şəxs bu sözü deyibdi. Konspekt çıxardaraq öyrənirsiniz. Həm oxuyanda yadınızda çox güclü şəkildə qalır, həm də o yadınızda qalmayanları konspekt şəklində formalaşdırdıqda, konspektləşdirdikdə onda sizin üçün daha rahat olacaq ki, nə yadınızda qalır, nə yadınızda qalmır, biləcəksiniz və konspekt sizə həqiqətən çox kömək olacaqdır və bir mövzunda çalışın ki, əzbərləməyə çalışmayın, onu dərk eləməyə çalışın. Çünki əzbər həqiqətən imtahanda sizin yadınızdan birdən-birə uçub gedə bilər, amma anladığınız bir şeyi müəyyən qədər, yəni bilirsiniz də ki, bu belədir və sizə məsləhətim odur ki, yadınızda qalmayan bir cümlə var. Onu nə iləsə əlaqələndirin. Otaqda o an gözünüzə nə çarpdısa, onunla əlaqələndirin və o həqiqətən sizin yadınızda qalacaq və sizi ən çox qabağa aparacaq məsələ isə səhvlərinizin üstündə işləməkdir. Səhvlərin üstündə işləmək insana çox kömək olur. Həqiqətən də, məsələn, bir sualı səhv yazmısınız. İlk olaraq bunu özünüz anlamaya çalışın ki, görün siz özünüzdə o səhvi tapa bilirsiniz. Özünüzdə əgər o səhvi tapa bildinizsə, niyə görə səhv yazdığınızı başa düşdünüzsə, zaten heç bir problem yoxdur. Amma yox, başa düşmədinizsə, gedin müəlliminizdən sorun üçün, yox, əgər self-study olaraq hazırlaşırsınızsa, ChatGPT-dən sorun üçün və yaxud da ki, o qədər müəllim var ki, həqiqətən tələbələr, abituriyentlərə dəstək olmaq istəyən, onlarla əlaqə saxlayın, onlara deyin ki, bəziləri var ki, həqiqətən pulsuz şəkildə sizə kömək edirlər. Yəni, fürsətləri görün və onlardan yararlanmağı bacarın. Telefondan okey istifadə edirsiniz, telefonu düzgün şəkildə istifadə edin. Instagram və TikToka girmək üçün yox. Həqiqətən Instagram və TikToka girdiniz, bir çox müəllimə var ki, Instagram və TikTokda paylaşımlar eləyir ki, bu dərsdən bu düşəcək, bundan bu düşəcək, onlarla kontaktda qalın və onlar da sizə əllərindən gəldiyi qədər həqiqətən kömək eləyəcəklər. Və həqiqətən bir şeyi başa düşmədinizsə müəlliminiz deyəndə, yenə də deyin ki, bir də başa salın. O sizə onu başa salmalıdır. Yəni, müəllimlərin zaten əsas peşəsi budur, sizi başa salmaqdır və heç nədən çəkinməyin ki, ay bu müəllimə belə deyər, uşaqlardan utanaram falan, heç elə bir şey olmasın. Mən bunu 9-cu və 10-cu sinifdə eləmişəm və çox peşman idim həmin dövrlərdə, amma 11-də eləmədim. Çünki bilirdim ki, oradakı bütün uşaqlarla demək olar ki, səviyyəmizə indi, hətta məndən aşağı səviyyə uşaqlar var, məndən yuxarılar da var, amma yuxarıların heç biri deməyəcək ki, Nəzrin məsələn o sualı bilmədi falan. Elə bir şey olmayacaq. Ona görə də relaks olun, müəllimlərinizdən suallarınızı sorun üçün. Daha sonra sınaqdan aşağı nəticə əldə edəndə üzülməlisinizmi?
Guys, sınaqların sizin üçün tək önəmi vaxtı düzgün idarə eləməyinizdir. Sınaqlar sizə sadəcə bunu öyrədir. Bir də sizin səhvlərinizi, yəni sizin nə bilib bilmədiyiniz ortaya çıxardır. Amma məsələn mən sınağa çox hazırlaşıb getmirdim. Nə bilirdimsə heç təkrar da eləmirdim. Elə belə gedirdim. Çünki o imtahan deyildi və imtahan olmadığı üçün də mənim üçün çox bir fərqi yox idi. Bu mənim üçün belə idi, sizin üçün belə olmaya bilər. Çalışın ki, sınaqlara gedin imkan daxilində, amma hamısına getməsəz də olar. Məsələn, mən buraxılışlara gedirdim, bloklara getmirdim, amma blokda daha çox nəticə göstərdim. Bu sizin sadəcə vaxtı düzgün ayırmanızdan ibarət gəlir. Siz evdə də özünüz üçün sınaqlar hazırlaya bilərsiniz, zəif olduğunuz mövzulardan. Sualları hazırlayıb özünüzə müəyyən bir saat vaxt qoyursunuz ki, mən bu 60 sualı, 30 sualı 1 saat ərzində yazmağa çalışacağım. Və yaxud da ki, hal-hazırda ChatGPT var. Zəif olduğunuz bir mövzunu deyirsiniz ChatGPT-yə və o sizə qəşəng bir şəkildə suallar hazırlayır və onlara cavab verirsiniz. Səhviniz olduğu, əgər ChatGPT-yə də çox inanmaq olmaz. Ona da inanmadısa, deyirsiniz ki, müəllim, mən keçən dəfə belə bir sualla qarşılaşdım. Bunu izah eləyə bilərsiniz. Bu necə idi? Həqiqətən heç nədən çəkinməyin. Hər şeydən əlverişli şəkildə istifadə etməyə çalışın. Gün ərzində neçə dənə test işləməliyik? Mən keçən videoda demişdim ki, test işləmək sizə çox kömək olacaq və həqiqətən də belədir. Testi çox işləməlisiniz. Amma gündə 400 dənə test işləyim, amma heç birini başa düşməyim, əzbərləyib yazım yox. İşlədiyiniz testi anlamağa çalışın. Çünki anlayandan sonra sizə o tanış gələndə siz biləcəksiniz ki, hə, mən bunu işləmişəm, mən bunu yaza bilərəm. Bu tip oxşar bir şey işləmişəm. Yəni ona görə 40 dənə işləyin, bir gün çox yorğunsunuzsa 10 dənə işləyin, amma başa düşə-düşə işləyin. Xahiş edirəm, anlayın, onu dərk eləməyə çalışın. Məsələn, mən bizdə writing dərsi mövzusu var idi, ya da ki, readingi deyim eləsə, əzbərdən də əlavə siz onu başa düşməlisiniz. Ona görə də mən onu başa düşməmiş, əzbərləyib gedib heç nə yaza bilməzdim. Mən çalışırdım ki, onu oxuyum, oradakı mənanı anlayım, o sözləri bir cümlənin içində istifadə edeyim, o cümlələrin içində onu anlamaya çalışım. Yəni ona görə də çalışın ki, işlədiyiniz testi başa düşəsiniz. İmtahanda əvvəl hansı fəndən başlamaq lazımdır? Ən yaxşı hansını bilirsinizsə ondan. Mən elə idim, amma belələr də var ki, bütün suallara bax. İlk olaraq mən bunu məsləhət görərdim ki, ilk olaraq getdiniz, oturdunuz. Qəşəng ortama alışmağa çalışın. Müəllim oradakı nəzarətçi ilə söhbət eləyin, uşaqlarla söhbət eləyin. Yəni relaks olun da, özünüzü maks dərəcədə sakitləşdirməyə, belə nəfəs alın. Zaten imtahan başlayana kimi sərbəstsiz də, nə istəsiz eləyə bilərsiniz. Ona görə də rahat olun. Daha sonra test kitabçası sizə veriləndə ilk olaraq baxın bütün suallara. Daha sonra isə ən yaxşı hansını bilirsinizsə ondan başlayın. Ən yaxşı bildiyinizdə də bilmədiyiniz sual olanda onu boş keçin. 5 saat onun üstündə dayanmayın. O imtahan suallarını işləyin hamısını, daha sonra isə bilmədiklərinizi götürün yazın. Buraxılış imtahanında mənim məsləhətim ondan ibarət olardı ki, siz bütün sualların hamısını doldurun. Çünki onsuz da buraxılışda səhv sözü aparmır. Blokda biraz həqiqətən risklidir, amma mən həmişə blokda da, buraxılışda da bütün sualları doldurmağa çalışırdım. Çünki bəxtim gətirə də bilərdi, gətirməyə də bilərdi. Ona görə də mən bəxtimin gətirməyinə inanırdım deyə mən doldururdum hamısını. Siz də istəyirsinizsə doldura bilərsiniz. Amma həqiqətən sizə yaxın olan cavabları seçməyə çalışın. Dostlarla birgə oxumaq yoxsa tək oxumaq? Dostlarla birgə oxumaq sizə müəyyən qədər kömək olacaq. Amma mən tək oxumağın tərəfdarıyam. Çünki mənim diqqət yayınıqlığım biraz çox idi. Ona görə də mən özüm tək oxumağı üstün tuturam, çünki özüm tək fokuslana bilirəm. Amma dostlarla oxuyanda sizə çox kömək olacaq, çünki sizin bilmədiyinizi dostunuz biləcək. Ağıl ağıldan üstündür. Sizin bilmədiyinizi dostunuz biləcək, onun bilmədiyini siz biləcəksiniz, bir-birinizə başa salacaqsınız və bu şəkildə də rahat bir şəkildə siz həmin fənni qavraya bilərsiniz. Daha sonra növbəti bir sualımız var ki, son aylarda nəticəni artırmaq üçün nə etmək olar? Son aylarda mən əsas deyərdim ki, yenə sınaqlar işləyim. Sınaqlar işləmək
sizə ən çox kömək olacaq vasitələrdən biridir. Nə qədər çox sınaq işləsəniz, nə qədər çox qarışıq mövzuya aid sınaqlar işləsəniz, sizə çox kömək olacaqdır. Mən MTK mövzu sınaqları var idi, Anar İsayevdən, onları işləyirdim. Daha sonra keçən ilin imtahan suallarını işləyirdim. Əlimə nə keçirsə, yəni harda nə görürdümsə, çalışırdım ki, onları işləyim. Səhv yazırdımsa müəllimimdən soruşurdum ya da özüm tapmağa çalışırdım kitabdan ki, görüm bəlkə mən bu ili səhv xatırlayıram və yaxud da ki, buradakı şəxsin adı bu deyil, bəlkə budur. Yəni sizə biraz problem yaradacaq məsələ Azərbaycan dilidir. Azərbaycan dilində çünki biraz məntiqinizdən həqiqətən də istifadə etməlisiniz. İmtahandan bir gün əvvəl nə etmək lazımdır? Mən düzün desəm, mən buraxılış imtahanında deyirdim ki, axırıncı gün heç nə oxumayacağam. Oxudum. Hətta mən hazırlığa gedib sınaq işləmişəm axırıncı gün. İnana bilirsiniz mən. Amma mənim məsləhətim olardı ki, imtahandan bir gün qabaq saat 12-yə ya da 1-ə kimi zəif bildiyiniz dərsləri oxuyun və zəif bildiklərinizi, okey, 1-ə kimi oxudunuz, fisyo. Ondan sonra oxumayın, gedin özünüzə vaxt ayırın, biraz beyninizi rahatlaşdırın, gedin təmiz hava alın, ailənizlə vaxt keçirin, müəyyən qədər dostlarınızla vaxt keçirin. Axşam da vaxtında yatıb, qəşəng yuxunuzu alandan sonra da gedin imtahanı. O sizə çox kömək olacaqdır. Keçən videoda bir çox mövzular danışdığım üçün bu videoda çalışdığım qədər sizin suallarınızı cavablandırmağa çalışdım. Dediyim kimi, həyatın sonu deyil. Əgər zəif yazsanız, hələ qabaqda illəriniz var, bir daha hazırlaşa bilərsiniz ya da heç hazırlaşmayıb, nə bilim, bəlkə fikrinizi dəyişdiniz, dediniz, ayət salım mən, bir il oxuyum, gedim xaricdə təhsil alım. Yəni ona görə guys, həqiqətən heç nədən ümidinizi üzməyin. Hər şey yaxşı olacaq, sizin üçün də yaxşı olacaq. Mən bu il inanıram, ballar düşəcək. Və uğurlar arzu edirəm sizə, ümid edirəm ki, sizin üçün çox xoş olar öz yığdığınız bal. Motivasiyanızı hər zaman yuxarı tutun. Motivasiyadan əlavə disiplininizi yuxarı tutun. Qəşəng bir şəkildə dərslərinizi oxuyun, rahatlıqla hazırlaşın. Çünki imtahan elə bir şeydir ki, imtahanı verəndən sonra ən çox darıxacağınız dövr, hazırlıq dostlarınız olacaq, hazırlıq dövrü olacaq, məktəb dövrü olacaq. Son zəngədə hazırlaşırsınız bir tərəfdən, onu da yaxşı qiymətləndirin. Bir il, yəni sizin üçün çox böyük bir ildir. Artıq yeni bir yaşa qədəm qoyacaqsınız. Universitet həyatı tamamilə başqadır. Heç məktəb həyatı kimi deyil. Fərd olacaqsınız universitetdə, amma məktəbdə elə bir fərd deyilsiniz hələ ki, tam. Sadəcə imtahana fokuslanmayın. Sosial həyatınızı da müəyyən qədər inkişaf elətdirməyə çalışın. Çünki siz sadəcə imtahana fokuslananda, siz artıq universitetə gələndə, əgər sosial həyatınız həqiqətən çox zəifdirsə, bu universitet dövründə də sizə çox çətinlik yaradacaq. Dərslərinizə zaman ayırdığınız qədər öz sosial həyatınıza, dostlarınıza, ailənizə, əsas da özünüzə ən çox vaxt ayırın və o şəkildə mən əminəm ki, hər şeyin ən yaxşısı olacaq. Ümid edirəm ki, istədiyiniz balı toplayarsınız. Sağ olun, sağlıqla qalın. Növbəti videolarda görüşəndək.